Herkese salam. Bugün sizlerle 9 Mart 2026-cı ildə buraxılışa düşmüş riyaziyyat suallarına baxacağıq. Başlayaq birinci sualdan. Birinci sualda deyir ki, 828 kvadratı çıxıq 72 kvadratı bölünsün 378 ifadəsinin qiymətini hesablayın. Yuxarını müxtəsərə görə kvadratlar fərqinə görə aça bilərik. Olacaq 828 çıxılsın 72 828 üstəgəl 72 bölünsün 378. Bunu hesablasaq, olacaq 756 vurulsun 900 bölünsün 378. 756 ilə 378-i ixtisar eləsək, yuxarıda qalacaq 2. 2-ni də 900-ə vuranda cavabımız olacaq 1800, yəni C variantı. Keçək 62-ci suala. 62-ci sualda deyir ki, A13 bərabərdir 58 və A28 bərabərdir 28 olarsa, silsilə fərqini tapın. Silsilə fərqini D ilə işarə edirik. Bizdən soruşur D-ni. Biz bilirik ki, A13 üstə gəlinsin 15D bizə A28-i verər. Onda 58 üstə gəlinsin 15D bərabərdir A28, yəni 28 olur. Buradan 15 D-ni tapsam mənfi 30, D də bərabərdir mənfi 2 olacaq. Yəni cavabımız B variantıdır. Sonra keçək 63-cü suala. Kosinus 38 üstəgəl kosinus 18 ifadəsini hasil şəklində göstərin. Ümumiyyətlə, kosinus alfa üstəgəl kosinus betanı ifadəsini biz hasilə çevirmək üçün kosinus alfa üstəgəl beta bölü 2 vurulsun kosinus alfa çıx beta bölü 2 düsturundan istifadə edirik. İndi burada kosinus 38 və kosinus 18 deyir. Burada 2 də var. O zaman nə olacaq? 2 vurulsun kosinus alfa üstəgəl beta, yəni 38 üstəgəl 18 olacaq 2 kosinus 56 bölü 2 28. Digər tərəfdən də kosinus 20 bölü 2 10 olacaq. Yəni burada da dərəcələr var. Yəni cavabımız olacaq D variantı. Sonra gəlir 64-cü sual. 64-cü sual oxşarlıqdır. Buradan biz diqqətlə baxsaq, BN-i bizə verib 8, NC-ni verib 17. Digər tərəfdən AC-ni verib 20, bizdən soruşduğu MN-dir. Biz bilirik ki, buranı alfa ilə işarə eləsək, paralel olduğuna görə burada alfadır. Bura betadırsa, burada betadır. Təpə bucağı da hər biri üçün eynidir. O zaman mən üçbucaq MBN-lə üçbucaq ABC-nin oxşarlığından danışa bilərəm. Bu halda nə olacaq? BN tərəfinin BC tərəfinin nisbəti bərabərdir MN tərəfinin AC tərəfinin nisbətinə. BN 8-dir, BC bütövlükdə 25-dir. MN-i soruşur bizdən. Bunu X-ni işarə eləyək, AC də 20-dir. Buradan X-i tapsaq 20 vurulsun 8 bölünsün 25. 20 ilə 25 ixtisar eləsək 4, burada qalacaq 5, 32 bölünsün 5 də bizə verəcək 6,4. Yəni cavabımız olacaq A variantı. Sonra keçək 65-ci suala. 65-ci sualda deyir ki, prizmanın həcmi 120, hündürlüyü isə 8-dir. Prizmanın oturacağının sayısını tapın. Ümumiyyətlə, prizmanın həcmi S oturacaq vurulsun H düsturu ilə hesablanır. Həcmini verib bizə 120, S oturacağı soruşur, hündürlüyü də verib 8. Buradan S oturacağı tapsam 120-ni bölməliyəm 8-ə. Bu da eləyəcək 15 cm kvadrat. Cavabımız olacaq A variantı. Sonra keçək 66-ya. Eyni 40 uzunluğu K olan düzbucaqlının perimetrini tapın. Düzbucaqlının perimetri, ümumiyyətlə düzbucaqlımız A, B şəklində verilsə, perimetri bərabərdir 2 vurulsun A üstəgəl B-yə. Yəni uzunluqla N-in cəmini 2-yə vuracaq. Burada N-i 40 uzunluğu K veribsə, o zaman olacaq perimetrimiz 40 üstə gəlinsin K, bir də vurulsun 2-yə. Yəni cavab olacaq C variantı. Sonra 67. N 17-dən böyük bərabərdir, 23-dən kiçik bərabər şərtinə ödəyən N natural ədədlərin sayını tapın.
Burada biz bilirik ki n-in ala biləcəyi natural qiymətlər 17, 18, 19, 20, 21 və 22-dir. Bunların sayını soruşur. 1, 2, 3, 4, 5, 6. Cavab olacaq C variantı. 68-ci sual. Sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçini neçə müxtəlif üsulla seçmək olar? Bu halda kombinizondan istifadə edəcəyik. Yəni kombinizon 24-dən 2-ni hesablayacağıq. Burada da olacaq 24 faktorial bölünsün 24 çıx 2 faktorial vurulsun 2 faktorial. Bu da nə deməkdir? 24 faktorial bölünsün 22 faktorial vur 2 faktorial. 24 faktorialı yazaq 24 vur 23 vur 22 faktorial kimi. 22 faktorial olduğu kimi qalsın. Burada da 2 faktorial 1 vur 2 yəni 2'dir. 22 faktoriallar ixtisar getdi. 2 ilə 24'ü ixtisar etsək yuxarıda qalır 12. Bunu da hesablasaq 276 eləyəcək. Yəni cavabımız olacaq C variantı. Sonra 69. Deyir ki 40% 4,5 vurulsun 1,3'də 2 üstəgəl 2,5 ifadəsinin qiymətinə bərabər olan ədədi tapın. Əvvəlcə bu ifadəni tapaq. Bu 10'da 45 vurulsun 3'də 5 üstəgəlsin 2,5 deməkdir. 3 ilə 45'i ixtisar eləsək yerdə qalacaq 15. 15'i 5'ə vursaq 75. Yəni 7,5 üstəgəl 2,5. Bu 10'dur. Deyir ki 40% 10 olan ədədi tapın. Burada 40% 10'a bərabərdirsə 100% özü baxaq neçədir. X ilə işarə eləsi. X bərabərdir 100 vur 10 bölünsün 40. Burada da cavabımız eləyəcək 25. Yəni Y variantı. 70-ci sualda bizdən alfa bucağını istəyir. Biz görürük ki burada 40 ilə alfa bucağı eyni qövsə söykənir və bilirik ki eyni qövsə söykənən bucaqlar bir-birinə bərabərdir. Yəni cavabımız olacaq B variantı. 71-də sinus 60 çıxılsın kosinus 30 ifadəsinin qiymətini tapın deyir. Sinus 60-da kök 3 bölü 2 alır. Kosinus 30-da kök 3 bölü 2'ni alır. Eyni bir ədədi bir-birindən çıxanda cavabımız olacaq 0. Yəni Y variantı. Sonra 2 üstü kök 2'nin üstündə kök 2 ifadəsinin qiymətini hesablayın. Biz bilirik ki belə olanda üstlər bir-birinə vurulurdu. Kök 2'ni kök 2'yə vuranda eləyəcək 2. 2 üstü 2 də bizə verəcək 4. Yəni cavab olacaq B variantı. 73'də mənfi 2x kiçik bərabərdir 8 bərabərsizliyinin ən kiçik həllini tapın deyir. Mənfi 2x kiçik bərabər 8 isə hər tərəfi mənfi 2'yə bölsək x böyük bərabərdir mənfi 4 olacaq. Mənfiyə böldüyümüz zaman işarə dəyişir. Bizdən ən kiçik həlli soruşur. Ən kiçik həllimiz elə mənfi 4'ün özüdür. Yəni D variantı. 74'də konusun doğranı 10 kök 3'ə bərabər olub oturacaq müstəvisi ilə 30 dərəcəyə bucaq əmələ gətirir. Konusun oturacağının radiusunu tapın deyir bizə. Belə bir konus çəkək. Buradan bir hündürlüyü enmiş olsun. Deyir ki bu hissə 30 dərəcədir. Deməli bura olacaq 60 dərəcə. Doğranı verib bizə 10 kök 3. Biz bilirik ki 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər. Deməli bura olacaq 5 kök 3. Və 60 dərəcəli bucaq qarşısında duran katet digər katetin kök 3 mislinə bərabərdir. Yəni bu hissə olacaq 5 kök 3 vurulsun kök 3. Yəni 15. Burada elə oturacağın radiusu olduğundan radiusu tapırıq ki 15'ə bərabərdir. Sonra gəlir 75-ci sual. 75'də deyir ki 2 üstü x üstəgəl 3 çıxılsın 6 vur 2 üstü x kiçikdir 3 üstü x üstəgəl 1 çıxılsın 3 üstü x-dən. Bu ifadəni bu şəkildə yazaq. 2 üstü x vurulsun 2 üstü 3 yəni 8 çıxılsın 6 vur 2 üstü x kiçikdir 3 üstü x vurulsun 3 çıxılsın 3 üstü x-dən. Bu nə olacaq? 8 dənə 2 üstü x-dən 6 dənə 2 üstü x-i çıxanda qalır 2 dənə 2 üstü x. Bu kiçikdir. 3 dənə 3 üstü x-dən 1 dənə 3 üstü x-i çıxanda qalır 2 vurulsun 3 üstü x. 2 müsbət ədəddir. Hər tərəfi 2'yə bölə bilərik. Buradan alınır 2 üstü x kiçikdir 3 üstü x-dən. Bizdən ən kiçik həlli istəyir. Burada da aydın görünür ki bu cavab 1'dir. Amma başqa cür necə deyə bilərik? Hər tərəfi 3 üstü x-ə bölək. Bilirik ki zaten 3 üstü x həmişə müsbət ədəddir. Üslü funksiya olduğundan.
O zaman 2 üstü x'i bölsək 3 üstü x'e bu kiçik olacaq. 3 üstü x bölünsün 3 üstü x'dən. Yəni 2 böl 3'ün üstündə x kiçikdir 1'dən. 1'i də yazaq 3 üstü 2 üstü 0 kimi. Əsasımız 1'dən kiçik olduğuna görə x böyüdü 0 olmalıdır. X 0'dan böyük olduğu ən kiçik tam həldə 1'dir. 76-cı sual. AB 2 rəqəmli ədədi üçün kök altında AB natural ədəd olarsa, belə AB ədədləri arasında təsadüfi seçilmiş bir ədədin tək olması hadisəsinin ehtimalını tapın. Əgər kök altında AB naturaldırsa, deməli bu ola bilər 16, 25, 36, 49, daha sonra 64 və 81. Ehtimal deyirsə, əlverişli halı böləcəyik ümumi halı. Ümumi halımız nədir? 1, 2, 3, 4, 5, 6. 6 dənə ümumi halımız var. Amma əlverişli hal nədir? Bunların tək olması. Yəni ya 25 olsun, ya 49 olsun, ya da 81. Yəni 3 dənə əlverişli halımız var. 6'da 3 eləyəcək 0,5. Daha sonra gəlir loqaritm sualı. Loqaritm 81'dən 8 bölünsün loqaritm 9 əsasdan 32 ifadəsinin qiymətini hesablayın. Bunu yazaq loqaritma 9 üstü 2, 2 üstü 3 bölünsün loqaritm 9 əsasdan 32'ni də yazaq 2 üstü 5 şəklində. Bilirik ki, əsasın qüvvəti qarşıya tərsinə çıxır. Yəni məxrəcə düşəcək. Amma burada loqaritm 6 ifadənin üstü isə olduğu kimi çıxacaq. Olacaq 9 əsasdan 2. Burada da bu 5 qarşıya olduğu kimi çıxacaq. Yəni burada vurulsun 5 yazacağıq. Loqaritm 9 əsasdan 2. Loqaritm 9 əsasdan 2'lər ixtisar geçsə, yerdə qalacaq 3 bölünsün 10. Yəni 0,3. Daha sonra gəlir 78-ci sual. X bərabərdir mənfi 0,4 olduqda ifadənin qiymətini hesablayın. Deməli, mənfi 0,4'ün kvadratı bizə verəcək müsbət 0,16'nı. 0,16'nı da ona vuranda eləyəcək 1,6 çıxılsın. Modulda mənfi 0,14'dən müsbət 0,14 çıxacaq. 5'i vursaq 14'ə. Burada ixtisar geçsə cavab eləyəcək 2. Üstə gəlsin 3'də var. O da deməkdir ki, 1,6 üstə gəlsin 1, yəni cavabımız eləyəcək 2,6. Ətraflı suallara başlayaq. Sual 79'dan. Deyir ki, aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. A'dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur. Velosipedçi A'dan 24 km məsafədə olan C məntəqəsinə piyadadan 0,5 saat tez çatarsa, piyadanın sürətini tapın. Baxaq. Belə bir şəkil çəkək. Bura olsun A məntəqəsi, bura olsun B məntəqəsi. Deyir ki, buradan velosipedçi keçib, buradan da piyada keçib. Və deyir ki, velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. 8 km/saat daha doğrusu. Onda bura V-dirsə, bura olacaq V üstə gəlsin 8. Və bizə deyir ki, bura C nöqtəsi. Velosipedçi 24 km gedib. Biz bilirik ki, məsafəmiz bütövlükdə 34 km-dir. Deməli, velosipedçi 24 km getdiyi müddətdə piyada da 10 km yol gedib. Və velosipedçi piyadadan 0,5 saat daha tez çatıb. Deməli, mən piyadanın sürətindən, daha doğrusu zamanından çıxsam velosipedçinin zamanını, yerdə qalar 0,5. Və düstura əsasən bilir ki, T bərabərdir S bölünsün V-dir. O zaman T piyadanı tapsam, piyadanın getdiyi yol 10 km, sürəti də V-dir. Velosipedçinin sürətini zamanını tapsam, 24 km yol gedib, sürəti də V üstə gəl 8 idi. İndi 10 böl V-dən çıxsam 24 bölünsün V üstə gəl 8-i, yerdə qalar 0,5. Bu tənliyi həll edir. Ortaq məxrəcə gətirəndə 10V üstə gəlsin 80 çıx 24V bölünsün V kvadratı üstə gəl 8V bərabərdir 0,5. 10V'dən 24V çıxanda mənfi 14V üstə gəl 80. Bu tərəfi də çarpaz vuranda 0,5V kvadratı üstə gəlsin 4V'dir.
Bütün ifadələri bir tərəfə yığaq, olsun 0,5v kvadratı üstəgəl 18v çıx 80 bərabərdir 0-a. Hər tərəfi 2-yə vuraq. V kvadratı üstəgəl 36v çıx 160 bərabərdir 0 olacaq. 160-ı 40 vur mənfi 4 kimi yazsam, 36-nı da 40 üstəgəl mənfi 4 kimi yazmaq olar. O zaman 40v çıx 4v çıx 160 bərabər 0 yazaq. Vuruqları ayıranda v üstəgəl 40 çıx 4, v üstəgəl 40 bərabər 0-a. V çıx 4, v üstəgəl 40 bərabərdir 0-a. V1-i tapacam 4-dür, V2-ni tapacam mənfi 40-dır. Sürət mənfi ola bilməz, cavabımız ona görə olacaq 4. Deməli, biz tapdıq piyadanın sürəti 4-dür. Bizdən şərtdən soruşduğu piyadanın sürəti olduğuna görə yazacağıq. V bərabərdir 4-ə. Daha sonra gəlir 80-ci sual. 80-ci sualda deyir ki, 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədədi ortası 21, kişilərin yaşlarının ədədi ortası isə 29-dur. Qrupdakı bütün işçilərin yaşlarının ədədi ortası 26 olarsa, qrupda neçə nəfər kişi var? Yazaq. Qadınlar x nəfərdir. O zaman kişilər də ümumi saydan qadınların sayını çıxsaq, kişilərin sayı qalar. Yəni 24 çıx x nəfərdir. Qadınların yaşlarının cəmini A ilə işarə eləyək. Kişilərin yaşları cəmini B ilə işarə eləyək. Deyir ki, qadınların yaşlarının ədədi ortası 21-dir. O zaman mən qadınların yaşlarının cəmini bölsəm qadınların sayına, alacam onların ədədi ortasını. Eyni qayda ilə kişilərin yaşlarının cəmini bölsəm kişilərin sayına, alaram onların ədədi ortasını, yəni 29-u. Buradan A-nı tapaq, 21x-dir. Buradan da B-ni tapsaq, 24 çıx x vurulsun 29-dur. Digər tərəfdən bütün işçilərin yaşlarının ədədi ortası 26-dır. Deməli, qadınların yaşlarının cəmi A-dır, kişilərin yaşlarının cəmi B-dir. Bunları toplayaq, bölək ümumi sayı, yəni 24 nəfərə. Bu zaman ədədi orta 26 olacaq. Deməli, A üstəgəl B bərabərdir 24 vur 26-ya. A ilə B-nin bu ifadəsini yerinə yazsaq, olacaq 21x üstə gəlinsin 24 çıx x vur 29 bərabərdir 24 vur 26-ya. Gəlin mərkəzini vurub açaq. O zaman 21x üstə gəl 29 vur 24 çıx 29x bərabərdir 24 vur 26 alarıq. 21x-dən 29x-i çıxsam, mənfi 8x bərabərdir 24 vur 26 çıxılsın 29 vur 26, daha doğrusu 24 eləyir. Buradan da mənfi 8x-i tapsam, 24-də mərtəzə xaricini çıxarsaq, qalacaq mərtəzənin içində 26 çıx 29. O da eləyəcək mənfi 3. Mənfi 3-ü 24-də vurduğumuz zaman eləyəcək mənfi 72. Mənfi 8x mənfi 72 isə x-i tapacam 9. Deməli, qadınların sayı 9 nəfərdir. Amma bizdən soruşduğu qrupda neçə nəfər kişi var? O zaman 24 çıx x-i tapacam, yəni 24 çıx 9, bu da eləyəcək 15 nəfər. Cavabımız olacaq 15. Sonra gəlir 81-ci sual. 81-ci sualda deyir ki, fx bərabərdir ax kvadratı üstə gəl bx üstə gəl c funksiyasının qrafiki verilmişdir. AC BC-yə perpendikulyardır, CO 5-dir, BO da bərabərdir 25 AO-ya. Şəklə diqqətlə baxsaq, bizə deyir ki, bu tərəf 5-dir. Bunu qeyd edək 5-lə. BO bərabərdir 25 AO-ya. Deməli, mən AO-ya bir x desəm, BO olacaq 25x. Hündürlüyün buradan da bilirik ki, koordinat sistemi düzbucaqlı koordinat sistemidir. O zaman düzbucaqlı üçbucaqda hündürlüyün xassəsinə əsasən 5-in kvadratı bərabərdir x vur 25x olacaq. Buradan 5-in kvadratı 25-dir. İxtisar geçsə x-in kvadratı bərabərdir 1. O zaman tapırıq x bərabərdir plus minus 1. Bu hissədə x mənfi olduğuna görə deməli x-imiz mənfi 1 olacaq. Bu hissədə müsbət olduğuna görə 25x bu tərəfə, yəni B nöqtəsinin apsisi olacaq 25. Bizdən parabolun təpə nöqtəsinin apsisini istəyir.
Bilirik ki, parabolanın təpə nöqtəsinin absisi n bərabərdir mənfi b böl 2a düsturu ilə hesablanır. Digər tərəfdən kvadrat tənliyə əsasən bilirik ki, x1 üstəgəl x2 bərabərdir mənfi b bölünsün a-dır. Onda mən burada mənfi b böl a-nın yerinə x1 üstəgəl x2 yazsam, bunu da 2-yə bölsəm, m təpə nöqtəsini alaram. x1-imiz mənfi 1-dir, x2 25-dir. Bunu da 2-yə bölsək, eləyəcək 24 bölünsün 2, yəni cavabımız olacaq 12. Sonra gəlir 82-ci sual. 82-ci sualda alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlı, yəni alfa üstəgəl beta cəmi 180-ə bərabərdir. Qamma və fi isə uyğun tərəfləri paralel olan eyni adlı bucaqlardır, yəni qamma fiyə bərabərdir. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% az. O zaman yazırıq qamma bərabərdir 0,8 alfaya. Fi'nin dərəcə ölçüsü isə betanın dərəcə ölçüsündən 20% çox olarsa, onda yazaq fi bərabərdir 1,2 beta. Olarsa alfa və betanın dərəcə ölçüsünü tapın. Bizdən soruşduğu alfa, beta bərabərdir sual. Biz əvvəldə qeyd elədik ki, qamma fiyə bərabərdir. O zaman 0,8 alfa bərabərdir 1,2 beta deyək. Hər tərəfi 10-a vursaq, 8 alfa bərabərdir 12 beta olur. Bu da nə deməkdir? 2 alfa bərabərdir 3 betaya. Mən alfaya 3k desəm, betaya da 2k deyəcəm. Və bilirik ki, alfa üstəgəl beta cəmi 180. Onda 3k-nın üstünə 2k gəldiyimiz zaman 180 eləyir. Buradan tapırıq ki, 5k 180-dir. K-nı taparıq ki, 36-dır. K 36-dır. Bizdən alfa ilə betanı soruşur. Alfa 3k idi, yəni 3 vur 36, bu da eləyəcək 108. Beta isə 2k-dır. 2 vur 36, bu da eləyəcək 72 dərəcə. Cavab oldu 108 və 72. Gələk 83-cü suala. 83-də deyir ki, ABC üçbucağında S 90 dərəcədir. Yəni bu bir düz bucaqlı üçbucaqdır. Bura olsun A, bura olsun S, burada olsun B. AD tənböləni çəkilib. Buradan bir tənböləni çəkirəm. Deyirəm ki, bura alfadırsa, burada alfadır. AB 8,5, hipotenuzu verib 8,5, CD-ni verib 2,4. Burası D nöqtəsi idi. 2,4. Olarsa ABD üçbucağının sahəsini tapın. Bizdən soruşduğu, bax, bu üçbucağın sahəsidir. Bura deyək ki, 8,5 x-dir. Biz tənbölən xassəsinə görə bilirik ki, AC-nin 2,4-ə nisbəti bərabər olmalıdır 8,5 bölünsün 8,5 x-ə. Buradan 8,5-ləri ixtisar eləsəm, AC-ni tapacam ki, AC 2,4 bölünsün x imiş. Buradan AC-nin yerinə yazaq 2,4 bölünsün x. Bizdən bu ştrixlənmiş üçbucağın sahəsini istəyir. Deməli, tərəf 8,5 x. Həmin tərəfə çəkilmiş hündürlüyü 2,4 bölünsün x. Bunların hasilinin yarısı. Yəni, SABD nəyə bərabər olacaq? 8,5 x vurulsun 2,4 böl x. Bunların da yarısı, yəni 2-də 1-ə vuracaq. X-lər ixtisar getdi. 2,4 ilə 2-ni ixtisar eləsək 1,2 eləyəcək. Bunu da hesablasaq, səhv eləmirəmsə 10,2 eləməlidir. Cavabımız olacaq 10,2. Sonra gəlir 84-cü sual. 84-də deyir ki, A və B nöqtələrini birləşdirən parçanın orta nöqtəsi absis oxunun mənfi hissəsi üzərində olarsa K-nı tapın. Absis oxunun mənfi hissəsi üzərindədirsə, ümumiyyətlə absis oxu üzərindədirsə, bunun y-i yəni 0 deməkdir. O zaman k kvadratı üstəgəl 32 çıx 12k bölünsün 2 bərabərdir 0 olacaq. Yəni k kvadratı üstəgəl 32 çıx 12k özü 0 olmalıdır. Bu halda k kvadratı çıx 12k üstəgəl 32 bərabər 0 yazaq. Buradan da K1-i tapacaq 4-dür, K2-ni də tapacaq 8-dir. Digər tərəfdən absis oxunun mənfi hissəsi üzərində kəsib deyirsə, deməli K kvadrat çıx 4K
üstəgəl 12 çıx 4k bölünsün 2 kiçikdir 0-dan olmalıdır. Yəni x mənfi olmalıdır. Bu halda olacaq k kvadratı çıx 8k üstəgəl 12 bölünsün 2 kiçikdir 0-dan. 2 zaten 0-dan kiçikdir. O zaman surət 0-dan kiçik həllini götürəcəyik. K kvadrat çıx 8k üstəgəl 12 kiçikdir 0-dan. Buradan k1-i tapacağıq 2-dir. K2-ni də tapacağıq 6-dır. İntervallar üsulundan istifadə eləyək. 2, 6. Bu hala gələcək. K çıx 2, K çıx 6 kiçikdir 0-dan. 6-dan o tərəfə bir müsbət qiymət verək. Olsun məsələn 10. 10 versək hər ikisi müsbətdir. Bura müsbət, mənfi, müsbət olacaq. Deməli K 2, 6 aralığında qiymət almalıdır. Burada da K-nın 2 qiymətini tapmışıq. Biri 4-dür, biri 8. 4 bu aralığa daxil olduğuna görə K bərabərdir 4 olacaq. Sonra gəlir 85-ci sual. 85-də deyir ki, Euler Venn diaqramında A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. NA kəsişmə B böyükdür NB çıxılsın A olarsa, X-in natural qiymətləri üçün NA çıx B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Əvvəlcə bizə deyir ki, 3x üstəgəl 4 böyük olmalıdır 19 çıx 2x-dən. Bu bərabərsizliyi həll eləyək. Olacaq 5x böyükdür 15, x də böyük olmalıdır 3-dən. Bu halı tapdıq. Digər tərəfdən biz bilirik ki, burada verilənlər saydır. Say mənfi ola bilməz, kəsr ola bilməz. Yəni sadəcə natural ədəd ola bilər. O zaman 19 çıxılsın 2x böyükdür 0 götürək. Bu halda 2x kiçikdir 19, x də kiçikdir 9,5 olacaq. X-in aralığını tapdım. 9,5-dən kiçikdir, 3-dən böyükdür. O zaman x-in ala biləcəyi qiymətlər 4, 5, 6, 7, 8, 9-dur. Bizdən NA çıx B-nin, yəni 2x üstəgəl 5-in ən böyük qiyməti ilə ən kiçik qiymətlərin cəmini istəyir. X-ə 4 versəm, bunun ən kiçik qiymətini taparam. 2 vur 4 üstəgəl 5. 8 üstəgəl 5 eləyəcək 13. X-ə bir də 9 versəm, ən böyük qiymət tapmış olacağım. 2 vur 9 üstəgəlsin 5. Bu da olacaq 23. 13-ün üstünə də 23 gəndə cavabımız olacaq 36. Bizdən də 2x üstəgəl 5-in ən böyük və ən kiçik qiymətlərin cəmini istirdi. O zaman cavabımız olacaq 36. Bu sınaqdan bu qədər. Sağ olun, növbəti videolarda görüşənədək.